Belki ibadətdə diqqət etməliyik ki, fəhm məsələsidir. İbadəti gərək anlaqlı şəkildə qılaq. Başa düşən bir halda qılaq. Zahiri əyilib çatmaq ibadət sayılmaz. Quran-ı Kərim buyurur ki, İnnə salətə tənhə anil fəhşai vəl münkər. Namaz insanı çirkin əməllərdən, pis işlərdən uzaqlaşdırar. Yəni, namaz elə bir şeydir ki, insan bunu yerinə yetirsə pis işdən uzaqlaşmalıdır. Amma mən görürəm ki, mən bəndə namaz qılıram, bu tərəfdən də pis iş görürəm. Əgər pis iş görürəmsə, deməli, həqiqi namaz qılmıram. Çünki həqiqi namaz məni pislikdən uzaqlaşdırmalıydı. Allah Quranında buyurur ki, namaz insanı pislikdən uzaqlaşdırar. Namazın mahiyyəti, fəlsəfəsi, hikməti bax budur. İslamda hər ibadətin bir fəlsəfəsi, bir hikməti var. Elə formal xarakter daşımır, yəni o zahiri hərəkətlər, zahiri zikirlərdən ibarət deyil. Hər əməlin, hər hərəkətinin bir hikməti, bir fəlsəfəsi var. Bəs namazın hikməti nədir? Quran buyurur ki, İnnə salətə tənhə anil fəhşai vəl münkər. Namaz insanı çirkin əməllərdən, pis işlərdən uzaqlaşdırar. Həzrəti Rasulullah namazı anlatır sahabe-i kiramı. Əshaba deyir ki, sanki birinizin evinin kənarından çay axır. Gündə 5 dəfə çayda çimsəniz, yuyunsanız, bədəninizdə çirk qalar, deyirlər, ya Rasulullah, qalmaz. Həzrət buyurdu, namaz da belədir. O 5 namazı ki, qılsanız, ruhunuzda, mənəviyyatınızda bir çirk qalmaz. Pak-pakizə bir insan olarsınız. Allahın istədiyi bəndə olarsınız. O bəndəki Allah Teala insanı yaratmaqda və məqsədi buyurur ki, İnni ca'ilun fil ardı xəlifə, yer üzərində mən xəlifəmi yaratmaq istəyirəm. Allahın yer üzərindəki xəlifəsi olaraq bu halda. Bəs nə eləmək lazımdır? İbadətdə fəhmə diqqət etmək lazımdır ki, dərk edərək namaz qılaq. Fatiha surəsi hər bir namazımızda 2 kərəm oxuyuruz. Birinci, ikinci rəkətlərdə. Bir baxaq görək, bu ayələrdə Allah bizə nə buyurur? Bu ayələri bir düşünək, anlayaq, namaz qılanda bu mənaları yaşayaq. Namaz qılanda ki, deyirik ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil aləmin. Nə deməkdir bunlar? Məliki yevmiddin, nə deməkdir bunlar? Bunları bir düşünək, bunları bir anlayaq. Əgər bunları anlasaq, Allaha xitab etmək hüququmuz olar. Bu nə deməkdir? Baxız, Quran-ı Kərimdə Fatihə surəsi başlayır əvvəl 3-cü şəxsdə danışır. Yəni deyirsən, Bismillahirrahmanirrahim. Başlayıram mehriban olan, rəhman və rəhim olan Allahın adıyla. Allahın 2 cür rəhməti var. Rəhmətur rəhmaniyyə, rəhmətur rəhimiyyə. Bir rəhman rəhməti var, bir rəhim rəhməti var. Rəhmətur rəhmaniyyə bütün varlıqlara aiddir. Allah bu dünyada bütün varlıqlara rəhm edir. Həzrət Rasulullah'dan hədisdir buyurur ki, Əl-yevm daru əməlin və la hisab. Və qədən daru hisabın və la əməl. Bugün əməl günüdür. Hesab yoxdur. Bugün Allah heç kəsdən soruşmur. Niyə namaz qılmadın, niyə haram iş gördün, niyə pis işlər gördün? Soru-sual yoxdur bugün. Allah bu dünyada soru-sual etmir. Bugün əməl günüdür. Hesab yoxdur. Sabah hesab günüdür. Əməl yoxdur. Ta qiyamətdə deyənməyəcək ki, ya Rabbi, aman ver, biraz namaz qılım sənin üçün. Sənə biraz ibadət edeyim. Yox. Əməl günüdür da orada. Orada artıq hesab başlayır. Bu dünyada Allah hamıya rəhmət edir. Hər bir varlıq Allahın rəhmətindən xəlq olunubdur. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Səbəqat rəhmətu qadabı. Səbəqat rəhmətu qadabı. Allahın rəhməti qəzəbindən öncədir. Allahın rəhməti hər şeydən əvvəldir. Bütün varlıqlar ilahi rəhmətdən xəlq olunubdur. Bir də var rəhmətur rəhimiyyə ki, bu rəhməti Allah qiyamətdə möminlərinə xas edir. Allah o rəhməti möminlərə saxlayıb. Hədislərdə buyurulur ki, Allahın rəhməti ananın övladının rəhmətindən çoxdur. Yəni, ana öz balasına nə qədər rəhmətli olar, nə qədər mərhəmətli olar. Allah ondan da çox mərhəmətlidir bəndəsinə. Digər bir hədisdə buyurur ki, Allah Teala'nın rəhmətinin minlərdə bir hissəsini Allah bölmüş, bir hissəsini vermiş insanlara ki, insanlar onu ilə bir-birinə rəhmət edir, bir-birinə mərhəmətli olur. Gör, Allah Teala bizim üçün nə qədər mərhəmətlidir, rəhimlidir. Elhamdülillahi Rabbil aləmin deyir. Bütün aləmlərin Rəbbi olan Allah həmd olsun. Hər şey onun qulu, hər şey onun yaratdığıdır. Həmdə də layiq odur. Ondan qeyrisi həmdə layiq deyil. Həqiqi həmd olunan odur. Hər şeyi biz vəsf eləyə bilərik, çoxlarına tərif eləyərik, hər şeyi həmd eləyərik, mədh eləyərik. Amma əsl mədh, əsl həmd Allaha məxsusdur. Məliki yevmiddin, din gününün malikidir.
Limenil yevmul mulk. Qiyamətdə səslənəcək. Bugün mülk kimə məxsusdur? Hər yerdən səda gələcək. Lillahil vahidil qahhar. Tək olan qüdrətli Allaha məxsusdur. İnsan bunu dərk eləyir. Bunu dərk eləyəndən sonra Allah bizə xitab etmə hüququ verir. Bunun dalınca birbaşa Allaha xitab edirik. İyyâke na'budu və iyyâke nestaîn. Ya Rabbi, sənə ibadət edirik. Yalnız sənə ibadət edirik. Yalnız səndən mədəd umuruq. Yalnız səndən kömək istəyirik. Bax, ixlas budur. Bir rivayətimizdə var, Fatihə surəsi barəsində deyir ki, o hansı surədir ki, əvvəli həmd, ortası ixlas, sonu duadır. İmam buyurur, Fatihə surəsidir. Əvvəli Allah həmdlə başlayır, ortası İyyâke na'budu və iyyâke nestaîn, ixlasdır, sonu da duadır. İhdinas sıratal müstəqim, ya Rabbi bizi doğru yola hidayət et. Sıratellezîne en'amte aleyhim, gayril mağdubi aleyhim veleddallin. İnşallah gələn günlərdə Fatimə-i Zəhranın mövludu gəlir. Əvvələn bu münasibətlə hamınızı təbrik edirəm. Çox güman ki, fürsət olmayacaq mövlud arası görüşək. İndidən təbrik edirəm və bir neçə kəlmədə Fatimə-i Zəhra barəsində deyək və sözümüzü yekunlaşdıraq, çox vaxtımızı almayaq. Maşallah söz qalmadı, sən dedin, hamısını. Allah razı olsun, çox gözəl. Fatimə-i Zəhra sirr-i xudadır. Dualarımızda var, ilahi, bi Fatimətə və əbiha və bə'liha və bəniha. Ya Rabbi, səni and verirəm Fatimənin atasına və onun əlinə və onun övladlarına və sirril mustavdə'i fiha və onda qoyduğun o sirrə xatir. Yəni, Fatimə-i Zahra adi bir insan deyil, adi bir qadın deyil. Bu elə bir qadın ki, Allah Teala buyurur ki, İnna Allaha yarda birza Fatimə və yaqda bi qadəbi Fatimə. Allah Fatimənin razılığı ilə razı olar, Fatimənin qəzəbi ilə qəzəblənər. Allah heç bir adi insanın razılığı ilə razı olar, adi insanın qəzəbi ilə qəzəblənər, əsla. Adi insan boş yerə də qəzəblənər. Görərsən, öz övladından razı olar, deyir, heç kəs öz ayranına tuş deməz. Bu adi insan deyil. Fatimə-i Zəhra Allah Taala'nın rizasının, qəzəbinin meyarıdır. Yəni, Fatimə-i Zəhra kimdən razı olsa, Allah ondan razıdır. Fatimə-i Zəhra kimə qəzəb etsə, Allah ona qəzəb etmiş olar. Bu sirri nədir? Heç kəs onu dərk etməz. Rivayətlərdə buyurur ki, Summiyyət Fatimə Fatimə ləənnən nəsə futimə ən fəhmiha. Fatimə, ona görə Fatimə adlanıb ki, insanlar onu dərk etməkdən kənardır, uzaqdır. İnsanlar onu dərk etməz. Oturub ha fikirləşəsən, ya Rabbi, bu 18 yaşında bir xanım dünyasını dəyişib, bu xanımda nə qədər əzəmət olub ki, sən bunun razılığı ilə razı olursan, bunun qəzəbi ilə qəzəblənirsən. Həzrət Rasullah'dan bir hədis var, Həzrət Rasulullah buyurur, Fatimə-tu ummu əbiha. Fatimə atasının anasıdır. Hamımız bu hədisi eşitmişik. Bu hədisdən 3 dənə əsas nöqtə var. İncə məqam var ki, ona diqqət edək. Birincisi, Həzrət Rasulullah Xədicə-i Kübranı itirdikdən sonra Məkkədəki müşriklər Peyğəmbəri daşa basardı, üstünə çirkli, murdar şeylər atardılar. Rasulullah evə gələrdi, xanım Zəhra kiçik uşaq idi, kiçik qız idi. Gələrdi, su tökərdi, atasının üstünü təmizləyərdi, başını uyardı, əlini uyardı. Bir ana qayğısı göstərərdi Rasulullaha. Atasına bir analıq eləyib sanki. Bir buna işarə oluna bilər hədis. Digər bir işarə budur ki, ana sözü istər bizim dildə, istər ərəb dilində, istər bir çox dillərdə əsas mənasını da kəsb edir. Məsələn, deyirsən, ana yol, ana xət. Neft kəməri, ya qaz xətti, deyirsən, ana xət. Yəni, əsas xət, əsas yol deməkdir. Fatimə-tu ummi əbiha, yəni Fatimə atası üçün əsasdır, atasının əsasıdır, atası üçün mühüm, əhəm bir şeydir, əhəm bir varlıqdır. Hamımızın bildiyi ki, Rasulullah səfərə çıxanda sonda xanımla görüşərdi. Qaydanda ən birinci xanımla görüşərdi yenə. Bu qədər önəm verərdi Fatimə-i Zəhraya. Üçüncü bir məqamda, bu məqamda ki, hamımız bilir ki, Həzrət Rasulullahın zövcələrini Quran-ı Kərimdə adlandırıb Ummul Müminin, möminlərin anası. Quran-ı Kərimdə Peyğəmbərin həyat yoldaşlarına, zövcələrinə Quran buyurur ki, Allah da buyurur ki, Peyğəmbərin zövcələri sizin ananız ey möminlər, Ummul Müminindirlər. Bu ayədə nəyə nazil olur? Bir nəfər deyir ki,
Rasulullah ölsə, onun zövcələri ilə evlənərdik. Rasulullah öləndə zövcələrini alarıq. Allah Teala bu ayəni nazil edir ki, Rasulullahın zövcələri sizin analarınız sayılır. Yəni analarınızla mı evlənəcəksiniz? Cəməl döyüşündə Həzrət Əli əleyhissalam döyüşdə ki, qalib gəlir. Cəməl döyüşündə bir tərəfdə Ayşə, Ummul Mominin, Təlhə, Zübeyir, bu tərəfdə Həzrət Əli ibn Talib əleyhissalam. Döyüşdə Həzrət Əli əleyhissalam qalib gəlir. Həzrətin əskərlərindən biri gəlir, deyir, ya Ali, qənimət bölməyəcəksən. Qalib gəlmişik, qənimət payladacaq. Həzrət buyurur ki, ananızı hansını da qənimət verin. Resulullahın zövcələri möminlərin anasıdır. Bir çoxları da bunu əsas gətirib deyirlər ki, Resulullahın zövcələrinin bu qədər fəziləti var, üstünlüyü var. Allah Resulü da Fatimə Zəhra üçün deyir ki, Fatimə Ümmü Əbiha. Fatimə Peyğəmbərin anasıdır. Peyğəmbərin anası olmaq üstündür, ya mömin anası olmaq üstündür? Təbii ki, Peyğəmbərin anası olmaq üstündür. Həzrət Rasulullah burada Fatimə Zəhranın hər bir qadından üstünlüyünü göstərir bu hədisində. Və ona görə Fatimə Zəhra Seyyidətü Nisə'il aləmin, bütün aləmlərin xanımlarının xanımıdır. Allah-u Teala inşallah bizi Fatimə Zəhranın qiyamətdə şəfaətindən binəsib etməsin. İlahi, səni and veririk. İzzət-i cəlalına. Allahum inna nəsəluka və nəd'uk ismikəl azimil a'zamil əcəllül əkrəm. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. İlahi dərgahı uzanan bu əlləri geri qaytarma boş. İlahi İslamın adını uca elə ya Rabbil Amin. İlahi bizi həqiqi qullarından qərar ver. İlahi bizi qəlbində sənə qarşı ixlaslı olan, səmimi olan qullarından qərar ver.